Payız mövsümündən əlaqədar havaların dəyişməsi revmatik xəstəliklərin gedişatında müxtəlif dəyişkənliklərə səbəb olur və bunun da müxtəlif səbəbləri var. İlk növbədə havaların soyuması və rütubətin artması oynaq-daxili qan dövranını zəiflədir və bunun nəticəsində oynaq mayesində qatılaşma baş verir ki, bu da oynaqlarda sərtlik, hərəkət məhdudluğu və ağrılara səbəb olur. İkincisi, yenə rütubətin artması oynaq-daxili təzyiqi düşürür və zədələnmiş oynaqda, oynaq kapsulasında və ətraf toxumalarda ödəm və şişkinlik yaradır. Üçüncüsü, payız mövsümündə günəş şüalarının azalması ilə orqanizmdə vitamin D səviyyəsi düşür. Bu da həm sümük sağlamlığına, həm də ümumi əhval-ruhiyyəyə neqativ təsir edərək autoimmun prosesi aktivləşdirə bilər. Və son olaraq digər xroniki xəstəliklərdə olduğu kimi də revmatik xəstəliklərdə bu dönəmdə halsızlıq, yuxusuzluq, yorğunluq kimi şikayətlər əmələ gəlir. Bunların qarşısını almaq və yaxud da profilaktik olaraq nə etməli? İlk növbədə oynaqlarda hərəkəti tənzimləmək, bunun üçün idman və fiziki aktivliyi artırmaq. İkincisi, sağlam həyat tərzi və düzgün qidalanma. Omega-3, vitamin D, kalsium, antioksidantlarla zəngin qida rasionu. Üçüncüsü, yuxu rejimini tənzimləmək. Dördüncüsü, infeksion xəstəliklərdən, infeksiyalardan uzaq durmaq ki, bu da revmatik xəstəliklərdə ağrılaşmaya səbəb ola bilər. Əgər bütün dediyimiz bu faktorlara baxmayaraq bu şikayətlər sizdə davam edirsə, o zaman revmatoloqun məsləhəti ilə dərman müalicəsini yenidən tənzimləmək vacibdir.